İmam Baqir əleyhissalam buyurur ki, Peyğəmbər biz əhl-i beyti bu cəmaata vəsiyyət eləməsəydi, Peyğəmbər desəydi ki, mən dünyadan köçəndən sonra əhl-i beytimə zülm eləyin, siz bundan artıqını eləyənməzdiniz. Peyğəmbər birdən desəydi ki, mən dünyadan köçürəm, mənim əhl-i beytimi öldürün. Nəuzubillah, məsələn. İmam Baqir əleyhissalam deyir. Deyir, belə desəydi də, dayı, siz bundan artıqını eləyə bilməzdiniz. Sizə bizi əmanət qoydu, belə elədiniz siz. Əmanət qoydu. Xalis bəndələrin cavabı bu olur adətən. Xalis bəndələri daşlayırlar, söyürlər, indi də sosial şəbəkələrdə. Mən özümə işarə eləmirəm, amma mən xalis açanla oldum. Deyirsiniz, birdən özünü nəzərdə tutur, yox. Mən açanla xalis oldum ki, özümü nəzərdə tutum. Xalis bəndələrdən danışıram. Görürsən, onları topa tuturlar, daşa tuturlar, söyürlər, təhqir edirlər, tənqid edirlər. Dözməlisən. Dözməlisən və bilməlisən ki, xidmət elədiyin cəmaatdan adətən zərbə alacaqsan. Başına qaldıracaqlar, yerə vuracaqlar. Bundan sənin nastroyeniyon, ruslar demişsən, əhval ruhiyyən dəyişsə, sən xalis adam deyilsən, ixlaslı adam deyilsən. Siz deyə bilərsiniz ki, bizi ixlasdan qorxudursan, ha? Bəli, mən də deyirəm, qorxuduram. Mən boynuma alıram. İxlaslı olmağın qorxulu tərəfi budur. Neyinin belədir, yalandan deyim belə deyil. İxlaslı olun, kef eləyin, yox. İxlaslı olun, ixlaslı, xalis iş görməyin bu tərəfləri var, indidən bilin.